Bakın, şeytan insanı necə aldadarak Allah'tan uzaklaştırır. İnsan deyir, mən Quran oxuya bilmirəm. İnsan deyir, mən ibadət edə bilmirəm. Sözləri yadımda qalmır. İnsan deyir, ibadət edərəm, birdən qorxuram, günah eləyərəm. Yox, mən Allah'tan qorxuram, ibadət eləmirəm. Bakın, şeytan necə insanı hansı yollarla, hansı fikirlərlə Allah'tan uzaklaştırır. İnsan deyir, nə olsun ki, mən ibadət eləmirəm. Mən ki, yaxşı adamam, heç kəsdən işim yoxdur. Əsas ürək deyir, mənim ürəyim təmizdir. İnsan deyir, bəs mən bu dünyaya nə üçün gəlmişəm? Bunu içmə, bunu çəkmə, o əyləncələrə getmə, o qızdan oturub durma, bu sözü demə, onu demə. Bəs mən nə üçün gəlmişəm bu dünyaya? İndi görürsünüz şeytan necə insanı yoldan çıxardıb və yaradan Allah'tan uzaklaştırır. Bəs necə oldu? İnsan geyim-keçim alanda ən yaxşısını axtarır, ən yaxşısını alır. Ən yaxşı arzuları özünə arzuluyur. Ən yaxşı günü, ən yaxşı ömrü özünə arzuluyur. İnsanlar arasında ağız dolusu danışır. Hər bir işin yaxşısını dalınca qaçır. Amma Quran oxumağa gələndə mən oxuya bilmirəm. İbadətə gələndə mən ibadət edə bilmirəm. Sözləri yadımda qalmayacaq. Bəs necə olur? İngilis dili oxuya bilir, Rus dilini oxuya bilir, başqa dilləri oxuya bilir. Yaradan Allah'ın əmrlərinə tabi olub və Allah'ın göndərdiyi Quran kitabını oxuya bilmir. Görürsünüz, insan bu dünya planlarıyla yaşayır. Belə aldadaram, belə hilə quraram, kimsə haqqını rahat əldə edə bilərəm. Yeri gəlsə kimsə belə əzərəm, yeri gəlsə kimsə belə vuraram, belə qorxuzduraram. Hər bir pis əməllərin planını insan özü özündə qura bilir. Amma fikirləşmir ki, mənim ahirətim planı necə olacaq? Bəs son dönüşüm Allah'adır. Allah'a hansı planı qurmuşam? Hansı əməllə Allah'ın huzuruna girəcəm? İbadət yox, Quran oxumaq yox, xoş əməl yox, haqq ədaləti yox, mərhəməti yox, xoş duaları yox, Allah sevgisi yox. Bəs bunu insan fikirləşmirsə, bu insanın aqibəti necə olacaq? Deməli, şeytan bu insanı özüylə cəhənnəmə hazırlaşdırıb. Bunu insan dərk etsə, ibadətdən əl çəkməz. Ahirətə qədər Allah'a sığınar. Allah'ın əmrlərinə tabi olmayan bir insanın milyonları olsa belə sonunda içi boş bir dumana bənzər. Bizi yaradan Allah bizə hər gün şans verir. Və siz də çalışın ki, indiyənə qədər gəldiyiniz yollara və indən sonra gedəcəyiniz yollara nəzarət edin. Sonra gec olmasın.